Trump o zaman bəyan eləmişdi ki, onun əsas hədəfi Rusiyanı danışıqlar masasına otuzdurmaqdır və onun da ən təsirli yolu, onun fikrincə, neftin qiymətinin aşağı salınmasına nail olmalıdır. Biz artıq bu barədə danışmışıq ki, neftin qiyməti düşməyə başlayıb və bu proses davam edəcək. Amma Rusiya üçün bu proses çoxdan gedirdi. Onsuz da Rusiyaya imkan verilmirdi ki, dünya bazarındakı qiymətlərlə öz neftini satsın. Ona qiymət üçün bir tavan müəyyənləşdirilib ki, o həddən, yəni 60 dollardan artıq onu sata bilməzdi. İndi daha da çətinləşib. Həm də ona görə çətinləşib ki, Rusiyada istehsal da aşağı düşür. Və xüsusilə də Trump'ın təyin elədiyi son sanksiyalardan sonra, yeri gəlmişkən, çox təsirli sanksiyalar tətbiq edib Rusiyaya Trump. Deməli, artıq Rusiyadan neft almaq qeyri-mümkünə çevrilir demək olar ki. Baxın, ikincili sanksiyalar deyirlər buna. Yəni, məsələn, Rusiya neftini alan, həmin Hindistan, Çin, Türkiyə şirkətləri, başqa şirkətlər özü sanksiya ilə təhdid olunur ki, artıq Rusiyanın nefti alınmayacaq. Deməli, ona görə də Rusiyanın neft istehsalı getdikcə aşağı düşəcək, qiyməti daha da aşağı düşəcək. Ümumiyyətlə, bu barədə biraz danışmaq istəyirəm ki, çox təəssüflə qeyd edirəm ki, Azərbaycanda da Rusiya yanlılar az da olsa var imiş. Ola bilsin ki, mən bunu açığı heç təsəvvür edə bilmirdim ki, Rusiyanın bizə etdiklərindən sonra bizim xalq cümhuriyyətimizi devirmiş Rusiyanın, Azərbaycana 20 yanvarı Xocalını yaşatmış, 100 il ərzində Azərbaycanlı erməni qarşı durmasında erməniləri hər zaman silahlandırıb bizim üzərimizə qaldırmış Rusiyanın indi burada niyə görə belə tərəfdarları olsun ki? Çox güman ki, bu hökumətin az-saylı tərəfdarları və trollarıdır. Amma hər halda var belə adamlar. Bir də ola bilsin ki, səhv başa düşən, Rusiyadan çörək qazanan və bizim xalqımızda var da bu. İndi buna görə Rusiyaya özünü minnətdarlıq hissi olan bəlkə də hansı Azərbaycanlılar ola bilər ki, düşünürlər ki, biz Rusiyanın hesabına çörək qazanırıq. Amma onlara demək istəyirəm ki, Rusiya demokratik olsa, oradan daha rahat pul qazana bilərsiniz. Azərbaycan demokratik olsa, heç ümumiyyətlə Rusiyaya da getməyə ehtiyacınız olmaz, elə Azərbaycanda çörək qazanarsınız. Ona görə də biraz geniş baxın bu məsələlərə. Amma hər halda var belə adamlar və onlar Rusiyanın bəzi ərazi qazanclarını əsas götürərək, axı bu 2022-ci ildə başlanan savaşdan sonra da Ukraynanın əlavə 11% işğal olunub. Yəni 2014-cü il savaşında 7% Ukraynanın işğal olunmuşdu. Amma bu dəfəki 3 ildən artıq davam edən savaşda da bir 11% işğal olunub. Cəmi üst-üstə 18% Ukrayna ərazisi işğal altındadır. Deməli, həmin o 11%-i 3 ilə ki, işğal edib Rusiya. Bunu əsas gətirərək Rusiyanın qalib gəlməsi haqqında danışa bilən adamlar var. Çox yazıqlar olsun. Necə başa düşmürlər ki, dünyanın ikinci ordusu. Baxın, mən indi istinad edəcəyim rəqəmlərin heç biri Ukrayna rəqəmləri deyil. NATO rəsmisi deyir ki, 900 min nəfər insan itkisinə məruz qalıb Rusiya bu savaşda. Ya ölü, ya da ağır yaralı olaraq artıq hərbi, belə deyək, döyüş qabiliyyətini itirmiş, ağır vəziyyətdə əlil olmuş. Bu saat Rusiyada elədir ki, vəziyyət. Deməli, yüngül yaralılığa görə, yüngül xəsarətlərə görə artıq onlar oradan tərxis olunmurlar. Deməli, insanlar yalnız bədəninin əhəmiyyətli bir hissəsini itirəndən sonra, tamamilə döyüş qabiliyyətini itirəndən sonra oradan tərxis olunurlar və belə adamların sayı 900 min nəfərdir və bunu NATO rəsmisi deyir. Bu günlərdə ABŞ senatında çıxış edən, ABŞ ordusunun Avropada NATO komandanlığını həyata keçirdən general elan elədi ki, 4000 tank itirib Rusiya bu savaşdan. Bu, ABŞ-ın, mən bilirəm onlar da hara istinad edirlər, xüsusi foto və videolarla təsdiq olunmuş məlumatlar əsasında deyirlər 4000 tank. Ukrayna mənbələrində bu məlumatlar 2,5 dəfə artıq göstərilir, 10 minə qədər tankdan söhbət gedir. Amma foto və video təsdiqi olan 4000 tank itiriblər. Bilirsiniz nə deməkdir bu? Müqayisə üçün müharibə başlamaq ərəfəsində Rusiya ildə 200 tank istehsal edə bilirdi. Yəni, 2021-ci ildəki Rusiyanın tank istehsalının 20 misli qədər tank itirir. 20 misli qədər. İndi bu müharibə vəziyyətində biz tez-tez danışırıq. Bütün resurslar hərbi sənayenin inkişafına yönəlib
Bir il ərzində 300 ətrafında yeni tank istehsal edirlər. Mən təmiri nəzərdə tutmuram. 300. Hətta bu qədər maliyyələşməni Rusiya saxlasa belə, həmin o 4000 tankın yerini 13 ilə doldura bilər. Təsəvvür edirsiniz? Bəs o 900 min insanın ağrı acısını düşünün siz. İtkilərə siz baxın. Mən daha bir başqa parametrləri demirəm ki, orada hardasa 13-14 minə qədər raketdən istifadə olunub. Artıq heç bir raket rezervi qalmayıb Rusiyanın. Rusiya oturub deməli bir ay ancaq o şahidlərlə yola verir, fikir verin. Məlumatlarda ancaq Ukrayna ərazisinə tez-tez görürsünüz ki, hər gün nə qədərsə o İranın verdiyi deməli pilotsuz uçuş aparatlarından atılır. Amma raket yoxdur. Raket ayda bir dəfə olur. Niyə görə? İstehsal eləyir, bir dəfə atır. 70-80 edər. Artıq o rezervləri yoxdur. NATO ilə qarşı-qarşıya gələn bir dövlət artıq raket resurslarını da tükədir. 20 mindən artıq zirehli texnikasını itirib. Və bu qədər itkilərdən sonra, Ukrayna torpaqlarının 11%-ni işğal edib. Bunu da heç kim tanımır və tanımayacaq. Ukrayna başdan elan edib ki, mənim qırmızı xəttimdir. Nə mən tanımayacağam, nə də heç kim tanıya bilməz. Zaten tanımır. Hətta İran və Çin də tanımır həmin torpaqları Rusiya ərazisi kimi. Deməli, budurmur hərbi qələbə. Ona görə də bunu vurğulamaq istədim ki, onsuz da Rusiyanın hərbi qələbəsindən danışmaq düzgün olmazdı. Və yeri gəlmişkən, bu sülh danışıqları, atəşkəs danışıqları başlananda yadınızda varsa mən izah etmişdim ki, hətta bu şərtlərlə bu müharibə bugün bitsə, yenə də Rusiya qalib tərəf deyil. Və indi Putinin, Rusiya rəhbərliyinin davranışından siz bunu görə bilərsiniz. Ukrayna razılaşır. Ukrayna razılaşır ki, bugün dayandırır hərb əməliyyatları. Amma təbii ki, işğal olunmuş əraziləri tanımayacağım. Hansısa bir gün o torpaqları qaytaracağıq. Tərsilah olmayacağım. Ukraynanın hal-hazırda olan o 800 min, 1 milyon arası ordusu qalacaq, daha da güclənəcək. Bu mənim qırmızı xəttimdir. Tərsilah söhbəti olmayacaq. Və o cümlədən də Ukrayna milli dövlət olaraq, əslində anti-Rusiya dövləti olaraq öz mövcudluğunu saxlayacaq. Yəni Putin nəyə nail oldu ki? Və üstəlik də atəşkəsdən, sülh sazişindən sonra Avropa qoşunları gəlib oturacaq Ukrayna ərazisində. Mən sizə deyirdim ki, bu şərtlər əslində Rusiya üçün məqbul deyil. Amma ola biləcəklərin içində yenə məqbulu budur. Ona görə də baxın, Putin o qapını bağlamır. Fikir verirsiniz, hə demir. Amma başa düşür ki, məhz Trump'ın hakimiyyətdə olduğu dövr ona nisbətən daha əlverişli imkanlar yaradır ki, bu sülhü imzalayıb müharibədən birtəhər çıxsın. Ona görə də uzadır, amma açığı bu qapıları çırpmaq onun üçün çox çətin olar. Çünki əks təqdirdə onsuz da Avropa Birliyi çox ciddi şəkildə Ukraynaya yardımlarını artırıb, çox ciddi şəkildə. Baxın, bu yaxınlarda ancaq ABŞ yardımları dayandığına görə Avropa İttifaqı üzv dövlətlər 17 milyard avro əlavə yardım ayırdılar Ukraynaya. Yəni Ukraynanın demək olar ki, hal-hazırda maliyyə problemi yoxdur, büdcə problemi yoxdur, silah-sursatla bağlı ancaq bir neçə deməli silah növləri var ki, yalnız ABŞ-da istehsal olunur, onunla bağlı problemləri var. Demək olar ki, görün Rusiya haradan hara gəlib, Ukrayna haradan haraya gəlib. Ona görə də Rusiya çətin vəziyyətdə qalıb, nə sülhə hə deyə bilmir, çünki o zaman xalqın qarşısına çıxıb Putin, onun hökuməti izah etməli olacaq. Bu 900 min nəfər Rusiyalı gənc nəyin qurbanı oldu? Və biz Ukraynanın qərbdən qopub bizim təsirimiz altına düşməsinə nail olduqmu? Xeyr. Ukraynada Rus dilini rəsmi dövlət dili elan elədikmi? Xeyr. Ukraynanın denasifikasiyasına nail olduqmu, yəni onların millətçi qüvvələrdən təmizlənməsinə nail olduqmu? Xeyr. Tam əksinə Ukraynanı başdan ayağa millətçi elədik, anti-Rusiya elədik. Ukrayna ordusunun tərxis olunmağına nail olduğumu yenə də xeyr. Qərb dövlətlərinin Ukraynadan çəkilməsinə nail olduq, yenə də xeyr. Bəs o zaman Rusiyanın bütün bu iqtisadiyyatını, hərbi resurslarını tükətmək və insan resursunu bu şəkildə acımasızcasına tükətmək nəyə lazım idi? Bunun cavabı istəniləcək Putindən. Ona görə də o, bu şərtlər altında dayana da bilmir, amma irəli də gedə bilmir. Bəli, mən sizinlə razıyam ki, belə məlumatlar var ki, yenidən hücumlar ola bilər.
yenidən hücumlar ola bilərsə, bu bir neçə nəticələr doğuracaq. Əvvəla, Rusiyanın elə böyük resursu yoxdur ki, Ukrayna cəbhəsində böyük uğur qazansın. Baxın, Rusiya özünü tələyə salıb o maksimalist mövqeyi ilə. Krımı və 4 vilayəti güya konstitusiya ilə özünə birləşdirib. Amma o birləşdirdiyi ərazilərin, baxın, deməli, Xerson vilayətində, Zaporojye və Donetsk vilayətində təqribən müharibədən əvvəl 2 milyondan artıq insanın yaşadığı ərazilər, Zaporojye və Xersonda vilayət mərkəzləri və ətrafındakı konglomerasiya, şəhər, böyük sənaye mərkəzləri və Donetskdə də Slavyansk və ətrafındakı, deməli, sənaye mərkəzi. Üst-üstə 2 milyondan artıq insanın yaşadığı sənaye mərkəzləri Rusiyanın nəzarətində deyil. Amma onu salıb konstitusiyaya. Necə izah edəcək xalqına? Və indi Rusiyanın o resursu yoxdur ki, hələ bundan sonra bir neçə ildə vuruşsan, həmin əraziləri, mən demirəm ha, Ukraynanın tamını, nə bilim, Dneprə qədər, sadəcə bu konstitusiyasına daxil elədiyi əraziləri hətta bir neçə ilə də Ukraynadan ala bilməz. Hə, hücum eləyər, haradasa hansısa bir 10 min nəfərlik növbəti bir qəsəbəni işğal eləyər. Bəlkə daha bir neçə belə qəsəbədə işğal eləyər. Amma tükənə gedir Rusiya. Bilirsiniz? Və üstəlik, əgər indi ona uzadılmış əldən, Trump'ın uzatdığı əldən imtina eləsə, o zaman ABŞ da üzünü döndərə bilər və çox lazım deyil. 6 ay, 1 il Ukraynaya dəstəyi artırsa, Avropa İttifaqı, ABŞ bir yerdə və Ukraynada onsa ciddi hazırlıqlarını görüb, müharibə tamamilə Rusiyanın əleyhinə də çevrilə bilər. Ona görə də Rusiya üçün elə də asan deyil vəziyyət və bunun səbəbi nədir? Pis idarə etmə, tək adam hakimiyyəti, bir adamın egosu, ambisiyası, bir adamın səhv qərarlarına mütləq onu haqlı çıxarmaq. Nə vermirsən, ala bilmirsən Ukraynadan. Çəkil get, istənilən vaxtı Rusiya bu səhvini etiraf edib, özü də bu bəladan qurtara bilər, Ukrayna da qurtarar, bütün bəşəriyyət də qurtarar. Amma o zaman Putin cavabdeh olmalıdır. Onda Putin etiraf eləməlidir ki, onun bu başlatdığı əməliyyat səhv olub. Baxın, təkcə o etiraf edilməsin deyə, o tək adam hakimiyyəti haqlı çıxsın deyə, o imperiya siyasəti davam eləsin deyə ağır sanksiyalar da gözə alıblar, iqtisadiyyatın batmağını da gözə alıblar. Təkcə bu ilin 2 ayında bütün il üçün nəzərdə tutulduğundan artıq büdcə kəsirləri var artıq. Sanksiyalar öz işini görür. Deməli, valyuta fondunun vəziyyətini bilirsiniz, ona əl qoyub Avropa İttifaqı və ABŞ 300 milyard dollardan artıq. Amma orada da 2 fond var da, bizdə olduğu kimi, necə neft fondu və Mərkəzi Bankın rezervləri var. Rusiyada da Mərkəzi Bankın rezervləri vardı, 300 milyarddan artıq ona həbs qoyulub. Və bir də Milli Rifah Fondu var onların. Deməli, həmin o Milli Rifah Fondunda toplanan vəsaitin də 3/2-si gedib. Və bu sürətlə ilin axırına qədər yerdə qalanı da gedəcək. O boyda dövlət rezervsiz qalır. Təsəvvür edirsiniz, rezervsiz qalır. İndi iqtisadiyyatın başqa düşüşlərini, xalqın vəziyyətinin pisləşməsini biz əvvəllər danışmışıq, artan vergilər əvvəllər danışmışıq, ona görə onların üzərində dayanmaq istəmirəm. Onu vurğulamaq istəyirəm ki, bir adam tərəfindən idarə olunan, səhv idarə olunan və heç kəsin durdura bilmədiyi siyasət 145 milyonluq ölkəni görün hansı ağır fəsadlara gətirib çıxardıb. İnsanlar bəzən yaxınında olanı yox, uzaqda olanı daha yaxşı görə bilirlər. Əgər siz Azərbaycandakı tək adam hakimiyyətinin fəsadlarını görməyə çətinlik çəkirsinizsə, hələ də o ASTV-nin, İTV-nin təbliğatının təsiri altındasınızsa və hələ də hesab edirsinizsə ki, Əliyevlər hakimiyyəti Azərbaycan üçün uğurlu hakimiyyətdir, o zaman Rusiyanın nümunəsinə baxın. Görün oradakı tək adam hakimiyyəti, o qədər zəngin ölkəni, o qədər keçmişi olan bir ölkəni, dünyanın gerçəkdən də 2 dövlətdən biri olan ölkənin varisini hansı günə qoyub bu səhv siyasət, repressiv siyasət və o zaman əmin olacaqsınız ki, tək adam hakimiyyətindən dünyada xeyir görən heç bir millət yoxdur.